Aha, başlayaq uşaqlar vektorlara. Koordinatlar, vektorlar. Uşaqlar, məsələn, A, x1, y1, B, x2, y2 koordinatları aşağıdakı kimi məsələn tapılır. Necə tapılır? X bərabərdir. Məsələn, belə bir şəkil verilibdir. Tutaq ki, Y ortadadır, Y1 aşağıda, Y2 yuxarıda, X1, X, X2 verilibdir. Deməli, Y1 ilə X1, Y ilə X, bununla da bu birləşibdir. İndi uşaqlar, bunu tapmaq üçün ortadakı X bərabərdir. Kənardakıların cəmi böl nəyə? 2-yə. Ortadakı Y bərabərdir. Y1 ilə Y2-nin cəmi böl nəyə? 2-yə. Z verərsə, Z nəyə bərabər olar? Məsələn, Z1 ilə Z2-nin cəmi böl nəyə? 2-yə. İki nöqtə arasındakı məsafə düsturu. Məsələn, AB mütləq qiymət deməkdir bu. Və yaxud AB arasındakı məsafə bu düsturla tapılır. Kök altında x2 çıxılsın x1-in kvadratı plus y2 çıxılsın y1-in kvadratı kimi tapılır. Bu nə düsturudur? A, x1, y1 və B, x2, y2 nöqtələri arasındakı məsafə düsturudur. x1, y1, x2, y2 nöqtələri arasındakı nə düsturudur? Məsafə düsturudur. Uşaqlar, deməli, düz xəttin tənliyi hansıdır? AX üstəgələk BY üstəgələk C bərabərdir 0 düz xəttin tənliyi düsturudur. Buradan da BY tapanda bilirsiniz ki, mənfi AX çıx C olur. Y tapanda isə mənfi A bölünsün BX çıx C bölünsün nə olur? B olur. Uşaqlar, Y bərabərdir. Düsturumuz nədir? KX plus B deyilmi? Burada K nədir? Bucaq əmsalıdır. Düz xəttin tənliyi düsturu da demək olur. K burada nədir? Bucaq əmsalıdır. İndi K-nın yerinə nə durur uşaqlar? Mənfi A bölünsün B durur. Yəni ki, A-nı B-yə böləndə, qabağına mənfi atanda bucaq əmsalının düsturu olur. Sonra məsələn, sizə belə bir düstur verə bilər. Məsələn, belə bir qrafik verib, tutaq ki, burada mənfi 2-dir, burada mənfi 3-dür. Deyir, düz xəttin tənliyini yazın. Uşaqlar, düz xəttin tənliyini yazanda x-i bölürəm A-ya, y-i bölürəm B-yə, bərabər eləyirəm neçəyə? 1-ə. X-i böləcəm neçəyə? A neçədir uşaqlar? A bu xəttir, B isə bu xəttir. B, bax, Y xəttidir, A isə X xəttidir. Mənfi 2, üstəgələk Y bölünsün mənfi 3 bərabərdir nəyə? 1-ə. Və buradan da Y tapanda
Y bölünsün -3 bərabərdir 1 üstə gələk x plus 2-yə. Bu mənfidirsə bərabərliyin bu üzünə keçəndə müsbət olur. Və burada da y bərabərdir. Hər tərəfi nəyə böləsiyik? -3-ə vurasıyıq. Məxrəc mənfi ola bilməz. Y bərabərdir, düsturumuz kx plus b-dir. Məxrəcdən azad eləmək üçün hər tərəfi nəyə vuracam? 3-ə vuracam. -3-ə vuracam. -3-ə -3 gedir. Y bərabərdir, -3. Bunu da -3-ə vuracam. Bunu da -3-ə vuracam. Çıx 2-də 3x olur. Deməli, düsturumuz necədir? Y bərabərdir. -2-də 3x minus 3. Kx minus b düsturuna gəldimi? Bəli. K neçədir? K -2-də 3-dür. B də neçədir? -3-dür. Buna aid misallar eləyəndə lap dəqiq biləcəksiniz. Sonra burada iki düz xəttin qarşılıqlı vəziyyəti var. Y bərabərdir K1 x plus B1. Y bərabərdir K2 x plus B2. Bu düz xəttin tənliyidir. Bu da düz xəttin tənliyidir ki, bunlar düz xətlərinin qarşılıqlı vəziyyətini deyim. Birinci, ikinci, üçüncü, 4 dənə nəyi var? Qarşılıqlı vəziyyəti var. Deməli, K1 K2-dən nə olur? Fərqlənir. Onda düz xətlər nə olur? Kəsişir. Belə yadınızda saxlayın da. K1 K2-dən fərqlənirsə, deməli bu düz xətlər kəsişirlər. Onlar arasında qalan bucaqda tangensinə işarə eləyin. Məsələn, tangens fi bərabərdir. Deməli, düz xətlər kəsişəndə, yəni ki, biri 3-dür, biri 2-dir. Fərqlidir da. Onda nə olur? Bunlar kəsişirlər. Kəsişəndə, fərqli olanda K2-dən K1-i çıxırsınız. Birin də üzərinə K1 vurulsun, K2-ni nə edəcəksiniz? Gələcəksiniz. K2-dən K1-i çıxacaqsınız. Birin də üstünə K1 vurulsun, K2-ni gələcəksiniz. K1 vurulsun, K2 bərabərdir -1 olarsa, bu düz xətlər perpendikulyardır deyilir. Nədir? Perpendikulyardır bu düz xətlər. Sonra K1 K2-yə bərabər olarsa, B1 də B2-dən fərqli olarsa, bu düz xətlər paraleldir. Nədir? Paraleldir. K1 K2-yə bərabər olarsa, paraleldir. Bu isə perpendikulyardır. Bunda isə kəsişirlər. Kəsişirlər. K1 bərabərdir K2, B1 bərabərdir B2 olarsa, bu düz xətlər üst-üstə düşür. Buna deyilir nə? Üst-üstə düşür. Üst-üstə düşürlər. İndi bunun şəklini çəkin, atın qrupa biraz tezcə. Sonra uşaqlar. Deməli, 1 və 2 nöqtədən keçən düz xəttin tənliyi belədir. K bərabərdir 1 və 2 nöqtədən keçən düz xəttin tənliyi
K bərabərdir. Y çıxılsın y0, x çıxılsın x0'dır. Və yaxud y bərabərdir k x çıxılsın x0 üstə gələk y0 düsturunla hesablanır. Müəllim, burada y çıxılsın, y1 çıxılsın, y2 çıxılsın, y1 yazmaq olarmı? Bəli. Çoxdan çıxıram azı ardıcıl olandan. X2-dən çıxıram x1-i. Bu nəyi verir? K-nı verir. K nədir burada? K nədir burada? Bucaq əmsalıdır. Və yaxud tangensfi demək olar. Tangensfi də elə K-nın özünə bərabərdir. İndi uşaqlar. Məsələn, çevrənin tənliyi. Mərkəzi AB nöqtəsində olan, radiusu R olan çevrənin tənliyi belədir. X minus A-nın kvadratı plus Y minus B-nin kvadratı bərabərdir. Nəyə? R-in kvadratına. Deməli, burada belə də yazmaq olar. X kvadratı plus Y kvadratı bərabərdir R-in kvadratına. Bu nə zaman olur? Çevrənin mərkəzi koordinat başlanğıcından keçirsə, x-i də sıfırdır, y-i də sıfırdır. Onda 0, 0 qoyanda, onda nə olur? A da sıfırdır, A da sıfırdır, B də sıfırdır. Onda x kvadratı üstə gələk y kvadratı bərabərdir R-in kvadratı olur. X A-nı bildirir, Y də B-ni bildirir. Sonra, məsələn, sizə belə düşə bilər. A 4, 6 nöqtəsindən keçən və mərkəzi 0, 1, 2 nöqtəsində olan çevrənin tənliyini yazın. Çevrənin tənliyi deyirsən ki, müəllim, R bərabərdir, R kvadratı bərabərdir, X kvadratı üstə gələk Y kvadratıdır. Müəllim, bu da çevrənin mərkəzi də 0, 1, 2-dir. Onda müəllim, burada koordinatlar verilibdir. Onda bu düsturdan eləyirəm. X minus A-nın kvadratı üstə gələk Y minus B-nin kvadratı bərabərdir R-in kvadratına. Və yaxud bunu x1 de, buna da x2 de. Buna y1 de, buna da y2 de. Müəllim, ən yaxşı düstur bu düsturdur. R bərabərdir kök altında x2 çıxılsın x1-in kvadratı, y2 çıxılsın y1-in kvadratı. Müəllim, bu da bərabərdir. X kim? 1-dir. X kim? Buna x2 deyək, buna x1 deyək çoxa. Deməli, 4 çıxılsın 1-in kvadratı və yaxud da indi belə edin, fərqi yoxdur. Kvadratı üstə gəlinsin, y2, 2 çıxılsın 6-nın kvadratı, mənfinin kvadratı onsuz da müsbət edir. 4-dən 1 çıxıram, 3, 9, bu da 16, bu da eləyir 25, kök altda 25-dən də nə çıxır? 5 çıxır. Deməli, R-im nəyə bərabərdir? 5-ə bərabərdir. Bəs yaxşı, onda çevrənin tənliyinidir yaz. Çevrənin tənliyi R kvadratı bərabərdir. X çıxılsın A-nın kvadratı, üstə gələk, Y çıxılsın B-nin kvadratıdır. Çevrənin tənliyini yazanda x çıxılsın R-in kvadratı 5-in kvadratı olacaq. Bəs yaxşı, x nədir? X nədir? X-i bilmirəm. A nədir?
1-dir, A 1-dir. Deməli, A 1-dir, 1-in kvadratı plus Y-də çıx, B neçədir? 2-dir. B-də 2-dir. Deməli, belə olacaq çevrənin tənliyi. Mərkəzi 0, 1, 2 nöqtəsində olan çevrənin tənliyini yazın. Baxırsınız ki, uşaqlar, bu Y xəttidir, bu X xəttidir. Çevrənin mərkəzi buradadırsa, deməli, bu X-la birləşən A-dır, Y-lə birləşən isə B-dir. Ona görə çevrənin mərkəzindəki nöqtələri götürürsünüz da 1, 2, X çıxılsın 1, üstə gələk Y çıxılsın 2-nin kvadratı bərabərdir R-in kvadratına. R-i də tapdıq da, X2 çıxılsın X1-in kvadratı, üstə gəlinsin Y2 çıxılsın Y1-in kvadratı kimi tapılır. İndi bizə belə bir düstur verə bilər. Məsələn, görüm kitabda hansı. Bunu bilməyəcəksiniz. Median bərabərdir, diametr çıxılsın, radius, onu sonra izah eləyərəm. İndi vektor və koordinatlardan izah eləyim. Məsələn, AB vektoru. AB vektoru. Üzərində ox varsa, bu nəyi bildirir? Vektoru bildirir. Bu da A vektorudur. A başlanğıc, buna başlanğıc vektor deyilir. Buna da nə deyilir? Son vektor deyilir. Sonra, məsələn, misal. Belə bir misal veribdir. A 1, 4. B 5, 2. Olarsa AB və BA vektorlarını toplayaq deyir. İndi gəlin toplayaq. AB vektoru bərabərdir. 5-dən nəyi çıxıram? 1-i, axı sondakından əvvəldəkini çıxıram. X2 çıxılsın X1. Bu X2-dir, bu X1-dir. 5-dən çıxıram 1-i. 2-dən çıxıram 4-ü. Bərabərdir. 4-lə nə oldu? -2 oldu. Bəs BA vektoru desə, necə eləyəcəkdik? B vektorundan BA vektoru. Burada B-dən A-nı çıxdıqda, indi B-dən A-nı çıxdıqsa, indi A-dan, sondakından əvvəldəkini çıxırsan. Sondakı nədir? B. A-dır. 1-dən çıxacam nəyi? 5-i. 4-dən çıxacam nəyi? 2-ni. -4, 2 olacaq. Deməli, bərabər vektorların uzunluqları və istiqamətləri eynidir. Əks vektorların uzunluqları eyni, istiqamətləri isə əks olur. Deməli, A vektoru nəyə bərabərdir? A vektoru. Mütləq qiyməti kök altında x kvadratı üstə gəlinsin y kvadratına bərabərdir. Məsələn, A vektoru bərabərdir -3, 4 vektorlarının modulunu tapın. Müəllim belə bir düstur vermişdi. -3-ün kvadratı üstə gələk 4-ün kvadratı. -3-ün kvadratı 9, 4-ün kvadratı 16, bu deyilədi kökdə 25, bundan da nə çıxır? 5 çıxır. Sonra, deməli, burada nə irəli gəldi? Hansı düstur? AB vektoru bərabərdir. X2 çıxılsın X1-in kvadratı plus Y2 çıxılsın Y1-in kvadratına. Bu düsturu bilməyiniz vacibdir. Məsələn, sizə verə bilər A1, 12,
B vektoru verə bilər 9, 6. İndi deyir ki, AB vektorunu tapın deyir. Bərabərdir suala. İndi AB vektoru bərabərdir. Deməli, nə edəcəm? X2-dən X1-i çıxıb kvadrata yüksəldəcəm. Y2-dən Y1-i çıxıb kvadrata yüksəldəcəm. Bərabərdir. X2 neçədir? 9-dur. Çıxıram 1-i. X2 budur, X1 budur. Y1 budur, Y2 budur. Kvadratı. Y2 də 6 çıx 12-nin nəyi? Kvadratı. 9 çıxılsın 1-in kvadratı 8, kvadratı 64, 36, 64-ün üstünə 36 gəlirəm 100, 100-dən də nə çıxır? 10 çıxır. Deməli, AB vektorum neçə oldu? AB vektorum 10 oldu. Sonra sizə belə bir misal verə bilər. Məsələn, götürək A bərabərdir -1, 0 və B 5-də 3, 5-də 4 vahid vektorlardır. Vahid nə deməkdir? 1-ə bərabər olan vektora vahid vektor deyilir. Uzunluq modulu 1-ə bərabərdirsə, uzunluq modulu A vektoru bərabərdir. A vektoru bərabərdir. -1-in kvadratı üstə gələk 0-ın kvadratına. Nəyə bərabərdir? Köşdə 1-ə, o da 1-ə bərabərdir. Modulda B-nin vektoru bərabərdir. X1-in kvadratı 5-də 3-ün kvadratı üstə gələk 5-də 4-ün kvadratı bərabərdir 25-də 9 üstə gələk 25-də 16-ya o da bərabərdir 16-nın üstünə 9 gəlirəm 25, 25-də 25 o da bərabərdir 1-ə. Deməli, bu necə vektordur? Vahid vektordur. Buna nə deyilir? Vahid vektor deyilir. İndi qoy görüm dayanın, qoy kaydı dayandırım uşaqlar. Görüm necə dayanır. Bir dəqiqə. Nəysə bastım ya.